Bürçlər həftəlik baxım 14 oktyabrdan tam 21 oktyabr zamanlaması həftəlik baxımdır və hava ünsürləri Dolça, Əkizlər, Tərəzi sizdən yana baxış edəcəyim. Baxaq ilkin pillədə Dolçalardan yana. Dolçalar nələr gözləyir sizin? Dolçalar üçün sanki gəmilər batmış. Nədən? Niyə və nə üçün suallarını qarşınızda öncəliyə gətirəsi olsaz, heç bir cavab yoxdur. Müəmmalarınız var. Bu müəmmalardan çıxmaq isə sizin mistikanıza bağlanacaqdır. Madəm ki, Pluton bürcünüzdədir, əlbəttə ki, bu axsatmaları zaman və zaman axını olaraqdan görsəniz də belə öz küllərinizdən doğma zamanıdır. Elə həftəni də bu şəkildə dəyərləndirəcəksiniz. Son zamanlar çox qaçırsınız o yana bu yana. Həftənin daxili zamanlama keçidi. O yana bu yana dediyimiz cümlə nədir? Bir işim alınmırsa, bir tərs ataq görürəmsə, mütləqdir ki, bilməliyəm bu nədir, necə olacaqdır. Biraz baxım energetikalarınızı yüksək tutursunuz. Dolçalar, bu sizin an enerjisi olaraqdan, alanınız olaraqdan uyğun bir enerji yükü deyil. Çünki negativ balanslar yığırsınız üzərinizə. İptal edirəm deyərəkdən hər şeyi boş verərək zaman axınına buraxın. Münasibətdə isə gözəl sərgüzəştlər yaşamaq anıdır deyirsiniz, amma partnyoru mərkəzdə tapa bilmirsiniz. Ən çox da xanımlar bu ideyaları öncəliyə çəkir. Dolça bəyləri isə öz flörtöz axınında həftənin deyərdim ki, qabaran enerjilərini göz önünə gətirirsiniz, amma subay dolçalar sizə xoş xəbərimiz var, yaxşı mənada. Əlbəttə ki, ən gözəl takdir ilahi. Həyatınıza ciddi gələn ilişki və bu ciddi gələn ilişkini də doğru və dolğun zamanı aparmaq kimi düşüncələriniz öncəlik edəcək. Bir çoxunuzun həyatında həri nişan məsələsi gündəmdir ki, zaten burada mədəni halinizə görə dəyişir. Münasibəti olan dolça bəyləri bir öncəliyə gələcəksiniz və atdığınız addım və risklər ən yaxşı mənada xeyrinizədir. Həftənin son zamanlaması isə kübarca üzünüzə söz deyərəkdən iş həyatında məsafəli davranışlar göstərən kəsləri görəcəksiniz. Bu sizi çox qıcıqlandıracaq, amma keçicidir. Nədən? Çünki burada fikir qarışıqlığı nə qədər mərkəzdə olsa da sizin nəbzinizi yoxlayırlar və necə bir davranış edəcəyiniz onlar üçün çox önəmlidir. Sakit buraxaraqdan, sağ göstərib daha doğrusu sol vuraraqdan hədəflərinizi dəyişdirə bilərsiniz və yeni təkliflər gəlirsə buna yox demədən irəliyə çəkin. Dövlət sənəti təhsillə bağlı obraz quran dolçalar, gənc xanım, bəy fərq etməz. Çox gözəl iddialarınız var, ən savadlı şəkildə hərəkətlənmələriniz var. Təbii ki, dolçalarda IQ səviyyəsi hər zaman mükəmməldir. Planetiniz Uran sizə bu konuda çox dəstəkləyir və yeni imzalar atışı, hətta deyərdik ki, iş həyatında yenilənmə və yeni ləqəblər, statuslar almaq adına ən gözəl zamandır. Həftəni dəyərləndirin. Maddi balanslar isə həftənin orta zamanında yenilənir ki, gələn maddiyyat axını ürəyinizcə olacaqdır və özünüzə sərf edəcəyiniz maddiyyat göz önünə çıxır. Davam edək əkizlərdən yana. Baxaq əkizlər sizin üçün zaman necə irəliləyəcəkdir. Əkizlər, maddiyyatı çox düşünüb, çox özünüzü üzürsünüz. Maddi tıkanıqlıqları gördüyünüz zaman çox gərginləşirsiniz, amma bunlar keçicidir. Ailədən ən gözəl şəkildə dəstək alacaqsınız. İkili münasibətlərdə bu havanız və rənginiz yenilənəcəkdir həftə daxilində. Maddiyyatla bağlı axın keçidi ani gələn fürsətlərdə dəyişir. O zaman əkizlər özlərini istədiyi pillədə görəcəklər. Həftənin orta zamanlamasına qədər bu gedişatlar öz stabilliyini göstərən zaman çox məmnun qalacaqsınız. Xanımlar, sizdən bəhs edəsi olsaq, daxili təzadlarınız, daxili münasibətdəki gərginlikləriniz göz önünə çıxır. Bugün mən münasibətdə sevgi və sayğınlıq görmürəm deyirsiniz maalesef ki, və əgər bu gedişat belə davam edərsə, ya mən geri çəkiləcəm, ya o geri çəkilməli, ya da ki, bu statusları qazana bilmiriksə, mütləqdir ki, sağ göstərib sol vuracam. Bu konulara diqqət edin. İhanətə ihanətlə cavab dediyimiz bir cümlə biraz ağır səslənir, amma madəm ki, qəlb qırıcı hərəkətləri partnyordan görürəmsə, ona inat edə bilərəm. Bu cümlələri quracaqsınız. Amma yenə də səbirli olsanız münasibətdə ən öncəlik statuslarda pillə qazanacaqsınız. Qoy belə deyək. Uşaqla bağlı yenilənmələr də hədəfdədir. Əkizlər bürcü, ailə balansınızda yeni təkanlar alacaqsınız. Xoş xəbərlərin ardıcıllığı var. Həftənin son zamanlaması isə su gibi axan bir zamandır. Nə gözəl əkizlər. Üzərinizə yığılıb qalan o negativ dalğalardan qurtuluş anıdır deyərdik ki, sadəcə olaraq qəlb qırmamağa çalışın. Əkizlər,
Nə anlamda? Ətrafınızda sizə söz deyilən zaman qəbul etmirsiniz. Maşınla bağlı, yolla bağlı hərəkətlənmələrə də yaxşı mənada diqqət edin. İbdallərə bağlı bu hansısa bir xoşa gəlməyən bir durum deyil. Sadəcə surət həddi olaraq, hədəf həddi olaraqdan diqqət edin və ən gözəl şəkildə yeniliklər onsuz da həftə daxilində sizi gözləyir. Boşluqlardan qurtulursunuz. Daha bundan fazlası nə olsun? Yaxşı mənada. Çoxlu evrənə çağrılar atın. Təbii ki, bu sizin haqqınızda ən gözəl enerji balansı. Düşmən kimi dayanan əks cinslər var. Baxın, bəylərin həyatında xanımlardan yana, xanımlarda isə əks cins bəyəfəndi adına nisbətlə boş buraxın. Nə qədər ipləri boş buraxsanız, o qədər sizin üçün iddialar göz önünə çıxır və xoş danışıq, davranışlar, yanınızda olanların qədrini bilin deyəcəyim yaxşı mənada təbii ki. Davam edək. Tərəzilər. Tərəzilər sizin üçün necədir zaman axını? Əkizlər zaten stabillikdə qalırsınız. Buna da diqqət edin. Tərəzilər. Tərəzilər. Tərəzilər, gərgin olduğunuz və narahat olduğunuz nüanslar var. Hər şey öz axınında davam edir. Siz narahatsınız. Nə olub sizə? Halbuki həyatınıza yeni addım və pillələr qazanmışsınız. Şəxsi həyatınızda döngülər qazanmışsınız. Uzaq yoldan gələn insan, uzaq yoldan gələn daha doğrusu tərəf olaraq danışıq söhbətləriniz var ki, ürək açandır. Yəni bu həftə masa arxasında çox oturacaqsınız. Yaxşı mənada kutlamalar adına, yenilənmələr adına tərəzilərin zamanı günəş zaten bürcünüzdə doğum kutlamaları, doğum günü kutlamaları və gedəcəyiniz qonaqlıqlar çox ürəyinizcə olacaq. Xanım tərəzilər, sizdən bəhs edəsi olsaq, bütün missiyaları qazanmışsınız. Nə axtarıram dediyiniz cümlədə hər şeyi büküb təkrar başlatmaq istəyirsiniz. Və bu bilirsinizmi ki, sizin üçün artıq zaman kaybıdır? Etməyin. Hansı pillədə dayanmışsınızsa, o pillə üzərindən davamiyyət yaradın. Özünüz özünüzdə. Bunu əlbəttə ki, yaxşı mənada algılayın. Tərəzilər üçün naif bir zaman yolculuğudur. Sevinəcəyiniz mövzular çoxdur. Bir maşallahınızı göstərin. Alın, yaxşı mənada. Tərəzlər, hak etdiyiniz dalğalarda üzürsünüz, hak etdiyiniz sularda üzürsünüz və yol açıq, şans açıq, sevgi anlamında mövzəli gedişatlar, maddi konuların dəstəklənən keçidləri, hər anlamda ürəyinizcə statuslar qazanırsınız. Orta yaşlı xanım, bəy fərq etməz tərəzi insanları. Sağlıq bölgülərinizə diqqət edib bu gedişatı ən minimal 1-2 aylıq limitlə tənzimləyə bilərsiniz. Ani işləyəcəyiniz fikirlər, ani alacağınız qərarlar da dönüşüm zamanını gətirir ki, biraz yolculuqlar edə bilərsiniz hökumət işi, hökumət sənədindən əlaqəli gedişatlarla, amma bu əlbəttə ki, yenə də ürəyinizcədir. Tərəzilər, ən naif enerjiniz sevib sevilməkdir, uğurlu gedişatlarınız çoxdur, kimsəni kale almadan, yaxşı mənada qəlb üzənlərdən, daha doğrusu söz aparıb gətirən deməyək, bu gedişatlarda biraz qabaran dəngələr var, diqqət edin, bir də özünüzü nəzərdən qoruyun. Uğurlar. Uğurlu gedişatlarınız zaten aktivdir.